Növbəti mövzumuz Rəvadilər dövlətidir. 981-ci ildə ərəb mənşəli sülalədən olan Əbülhüca sonuncu Salarə hökmdarı İbrahim İbn Mərzbanı hakimiyyətdən salaraq özü Rəvadilər dövlətini yaradır. Cənubda, yəni paytaxtı Ərdəbil olan, ilk paytaxtı Ərdəbil olur, sonra Təbriz olur. Təbriz ilk dəfə Rəvadilər dövründə paytaxt olur. 981 1065-ə qədər mövcud olur Rəvadilər. Əbülhücanın hakimiyyəti 981-88 inci illəri əhatə edir. 980-ci illəri əhatə edir. Sonra Vəhsudan 1020-1059-cu illərdə hakimiyyətdə olur. Onun dövründə Oğuz tayfaları 1028-də Azərbaycan ərazisində məskunlaşır. Onun icazəsi ilə təbii ki. 1042-də Təbrizdə zəlzələ olur. 1054-də Səlcuqlar bu zaman birinci Toğrul idi. Bəli, birinci Toğrul bura gələndə Vəhsudan müqavimətsiz olaraq Səlcuqlara tabe olur. 1065-ci ildə isə tam olaraq Rəvadilər dövlətinin varlığına son qoyulur Səlcuq dövləti tərəfindən. O zaman da Alp Arslan idi hakimiyyətdə. Bəli. İndi isə qısa sual-cavab formasında soruşuruq. Rəvadilər dövləti Azərbaycanın deməli harasında yaranmışdı? Ərazi olaraq şimal idi, cənub idi. İlk paytaxtı hansı şəhər idi? İkinci paytaxt hara idi? Kim yaratmışdı? Rəvadi hökmdarı Əbülhücanın hakimiyyət illəri, Vəhsudanın hakimiyyət illəri, Oğuz tayfaları nə vaxt məskunlaşır Azərbaycanda neçənci ildə və Səlcuqlara nə vaxt müqavimətsiz tabe olurlar. Sonra tamamilə varlığına asılı hala nə vaxt salırlar Səlcuqlar Rəvadiləri, tamamilə varlığına neçənci ildə son qoyurlar.